Salam, hörmətli izləyiciyəm. Mənim izləyiciyəm 2 sual verir. Bir sual verir ki, mənim bank kontuna başqa şəxs istifadə edir, sosial yardım dəyəndə verirmi və ya sosial yardım vermir, vermirmi? Eyni zamanda bir şəxs də yazıb ki, oğlum əsgər gedib, bəs biz sosial yardım ala bilərmi? İndi bununla bağlı məlumat vermək istəyirəm, hörmətli izləyicilər. Amma əvvəlcədən xahiş edirəm ki, videonu bəyənin, qoy hamı bilsin. Eyni zamanda digər məlumatı çatdırıram. Mən əlvi şəxs olduğuma görə, əlvi arabasında olduğuma görə, eyni zamanda əlvi təşkilatın rəhbəri olduğuma görə hüquqşünas Zaur Seyidzadə. Belə bir kitabı yazmışam. Dünyanın 40 tanınmış əlviləri haqqında. Həmin kitabı 20 manat satıram. Zəhmət olmasa kanala abunə olun ki, hamı bilsin. İmkan daxilində. Telefon nömrəm və kart nömrəm videonun izahı yerində qeyd olunub. Müraciət edə bilərsiniz. Həm kitab almaq üçün, həm də hüquqi yardım üçün. YouTube kanalına abunə olan şəxsə sizin tərəfindən hüquqi məsləhətin verilməsi 10 manatdır. Nəzərə alın, hörmətli izləyicilər. Birinci fikir bildirmək istəyən bank kartlarının əlaqədar. Əgər siz vərinə bitki kartınız varsa, maaş alsızsa və ya pensiya kartınız varsa, bunlar mütləq qaydada Sosial Müdafiə Nazirliyi tərəfindən izlənir. Nəzərə alın. Eyni zamanda onu qeyd edin ki, həmin kartlarda sizin gəlirləriniz belə deyək, Sosial Müdafiə Nazirliyinin qeyd elədiyi sosial yardım üçün, yəni verdiyiniz məlumatla uyğun gəlmirsə, o halda bəli, sosial yardım dayandıra bilər. Eyni zamanda əgər həmin kartdan dediyim kimi vəsait daha çox gəlirsə, uyğunluq yoxdursa, bu yəni belə deyək, siz artıq məlumatı gizlətmişsiniz. Bu halda da bir qədər sizi buraxıya bilər. Nəzərə alın. O ki, qaldı əsgərlik məsələsinə. Bəli, şəxs əsgər gedibsə, o halda ailə üzvləri sosial yardım almağa davam etməlidir. Yəni, sosial yardım verilir. Nəzərə alın. Kəsə bilməz. Sonraki dövrdə isə, yəni sosial yardımın bitdiyi dövrdən sonra yenidən müraciət etmək istəyirsinizsə, məsəl üçün həmin vaxtı ailə üzvləri 5 nəfər idisə, birinci sosial yardım aldığı zaman 5 nəfərə uyğun sosial yardım verildi. Amma artıq ikincidə və həmin şəxs əsgər olduğuna görə gəlirlər hesablanırsa artıq bu 4 nəfərə uyğun, yəni ödənir. Burada gəlir artıq da ola bilər, əski də ola bilər və həmin gəlirə uyğun hesablanır. Nəzərə alın ki, bir şəxsin minimum ehtiyacı məbləği 285 manatdır. 285 manatdan yəni aşağı gəliri varsa, o halda yəni sosial yardım verir. Artıq olduğu halda xeyr, sosial yardım verilmir.